Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Məhəmməd Qaraçiyev və Raqif Mərdanovun 100 sınaq test toplusundan sınaq 8-ci izahına baxırıq. Qeyd edim ki, bu test toplusu 11-ci siniflər üçün 100 sınaq test toplusudur. Uşaqlar, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız həm 3 bacarıq, həm də 5 bacarıq üzrə mövcuddur. WhatsApp üzrə əlaqə saxlaya bilərsiniz. Keçdi indi deməli hansı bölmə? Quantifiers bölməsindəndir yenə sınavımız. Qeyd edim ki, uşaqlar, əgər ki videonu bəyənsəz like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Bəyənməsəz də əsla videolarımı izləməyin. İndi isə keçək birinci suala. Work iş sözü sayılmır. Sayılmayansında many, a few işlənmir. Elotdan sonra isim gəlmir, qaldı no, debəndi. İçidə coffee, qəhvə sayılmayan isimdir. Sayılmayan isimlə another işlənmir. Çünki ən artikellar sayılan təklə işlənir. Others'dan sonra isim gəlməz. Baxın, burada some var. Some'dan sonra more ya da other işlənir. O da C bəndi qalır onda. Keçdik. Üçüncü sualda. Homework, ev tapşırığı ismi sayılmayan isimdir. Sayılmayan isimlə many işlənməz. Bunu çıxıram. Qaldı digər variantlar. Burada dən bağlayıcısı var. Yəni, mənə müqayisə lazımdır. A lot of adi dərəcədir. Little adi dərəcədir. Much adi dərəcədir. Amma less müqayisədir. Little-ın müqayisə dərəcəsi olur less. Dən bağlayıcısı olduğuna görə cavabımız olur Y bəndi. Keçdik 4-ə. Dördüncü sualda demək bizə nə verib? You can take as much sugar as you want. İstədiyin qədər çox şəkər götürə bilməzsən. Sugar, şəkər sözündən söhbət gedir. Sayılmayan isimdir. Sayılmayan ismi few, a few, many ilə əvəz edə bilmirik. We have very little left. Deyir ki, bizim çox az şəkərimiz qalıb. Deyir, istədiyin qədər çox şəkər götürə bilməzsən, bizim çox az şəkərimiz qalıb. De bəndə olacaq. Anı desəm, deyəcəm çox qalıb. Onda niyə istədiyi qədər götürməsin? Düzdürmü? 5-ə baxırıq. All things, köhnə əşyalar. Əşyalar cəmdir. Cəm isimdən a little işlənmir. A lotdan sonra isim gəlmir. Else'dən sonra isim gəlmir. Any təsdiq cümləsində işlənmir. Qaldı many. Y bəndi. 6. Help, kömək sayılmayan isimdir. Sayılmayan isimdən many işlənmir. Don't var, inkardır. İnkardan sonra some işlənmir. İnkar cümləsində little işlənmir. Qaldı D yoxsa Y. Digər tərəfdə instructions cəmdədir, little olmaz. Cəmsindən few işlənir, Y bəndi. Deyir ki, mənim çox köməyə ehtiyacım yoxdur. Mən bunu deməli, az belə deyək, alətlərdən istifadə edərək edə bilərəm. 7-ci sualda friends, dostlar sözü cəmdə. Cəm isimdən buradaşların hamısı işlənə bilir. Only a few, so few çox az deməkdir. A lot of, many çox deməkdir. Ya 1-3-dür, ya da 2-4-dür cavabımız. Yaxşı, she is an introvert. Deyir ki, o introvert insan tipidir. Yəni, introvert içinə qapalı. And has, içinə qapalıca dostu yoxdur deməkdir. So few, only a few friends. Çox az dostu var. Cavab olur Y bəndi. 8-də people sözü cəm isimdir. Cəm isimdən little işlənmir, 4-ü çıx. Many çox deməkdir, a lot of çox deməkdir, very few çox az deməkdir. İndi mən 2 dənə variant götürəcəm axı. İkisi eyni olanı götürməlisiniz. Çox, biri də az. Onda nə olacaq? 1, 2. İndi mənəyə baxın. Deyir ki, çox insan Rolls Royce maşını olmasını istəyir. Çünki o deməli, ən dəbdəbəli maşın şirkətlərindən biridir. Yəni, az insan istəyir demərəm də, düzdürmü bunu? Keçdik növbəti sual. Neçənci sual gəlir görüm. 9-cu sual. 9-cu sualda large forest. Forest cəmdədir. Cəm isimdən a little işlənmir, much işlənmir, only few deyə bir şey yoxdur. Only a few olmalıydı. 1 və 3 olur D bəndi. Keçdik 10-cu sual. Coffee, qəhvə sayılmayan isimdir. Many işlənmir, sayılmayanın. Bu birisi tərəfdə. İndi qəhvə sözünü əvəz eləyəcəm axı, düzdürmü? Qəhvə sözünü sayılmayan isim olduğu üçün few ilə əvəz eləyə bilmərəm. A few ilə əvəz eləyə bilmərəm. Some'dan sonra dedik more ya da other işlənir. Yəni much işlənmir ki, düzdür? More. Cavab A bəndi. Keçdik 11. Only var. A few ya da a little işlənəcək. A, B, D getdi. Cars cəmdədir. Much olmaz. Cəm isimdən many olar. Y bəndi. 12-də choose a correct variant. Düzgün variantı istəyir hər iki cümlə üçün. Things cəmdədir. Cəm isimdən little işlənmir. Sonra a little işlənmir. Much işlənmir.
Many bir də few. İndi burada help kömək sözü də sayılmayan isimdir. İndi mən nəyə baxmalıyım? You can make people around you happy by doing. Demək uşaqlar, indi mən sizə nəyi deyəcəm? Bir dənə gözdən silim. Baxın. Bir yerdə cəm isim verib, bir yerdə sayılmayan isim veribdir. Many sayılmayandan işlənmir, much da cəmlə işlənmir, istisnasız olaraq. A few sayılmayandan işlənmir, istisnasız olaraq. A little cəm isimlə işlənmir. Amma little işlənə bilir. Little balaca mənasında cəm isimlə, a little balaca mənasında sayılan tək isimlə işlənə bilir. Az, biraz mənasında da sayılmayandan işlənir. Düzdürmü? İndi deyirəm ki, sən ətrafındakı insanları balaca şeylər etməklə xoşbəxt edə bilərsən. Bir də she can do it herself. Bunu o özü edə bilər. She needs little help at the beginning. Başlanğıcda çox az köməyə ehtiyacı var. Yəni bunu özü edə bilər axı. 13-də few cəm isimlə işlənir, hava sayılmır. Many cəmlə işlənir, donut cəmdə. Little sayılmayan işlənir, housework sayılmır elə. A few cəmlə işlənir, dog təkdir amma 2, 3 cavab olur. B bəndi. Keçdik 14-də. Problems cəm isimdir. Cəm isimlə buradakıların hamısı işlənə bilir. Only-dən sonra a few ya da a little işlənir. Onda C getdi, D getdi, B getdi. Problems cəmi idi axı, düzdürmü? Həm də dem verib. Cəmlik bildirən bir şey verib axı. A little olmaz, a few olacaq. Cəminlə a few işlənir çünki. 15-də how-dan sonra many ya da much işlənə bilir. Bir də sual əvəzi işlərindən sonra else sözü işlənə bilir demişik. More-dan sonra isim gəlməlidir onsuz da. Yoxdur, isim çıxdıq. Message cəmdədir. Cəm isimlə many, few işlənə bilir. Okay. Worked only-dən sonra a few ya da a little işlənir. Much olmaz. İndi nə deyəcəm? Burada bir dəqiqə gözləm. Else, few, many, a few. Tamam, məniyə baxacağam onda. How else could I do it? Deyir, başqa necə edə bilərəm mən bunu? Necə edə bilərdim ya da I tried many methods but only a few worked. Deyir ki, mən çox metodlar cəhd etdim, amma azı işə yaradı. Zaten but olanda bir-birinin əksi olurdu axı. Few, bir də only a few. İkisi bir-birinin eynisidir, götürə bilmirsiniz. Həm də dediyim kimi məna baxımdan. 16-cı sualda variantla işləyəsiniz uşaqlar. Some more-dan sonra həm cəm, həm sayılmayan gəlir. Water sayılmır, bir düzdür. More cəmlə işlənir, həm də sayılmayanla işlənir. Onda cup. Cup fincan sözü cəmlənməli idi, cups olmalıdır. 2 səhvdir. Other cup yox, cups olmalıdır. Çünki bu da cəm ya da sayılmayanla işlənir. Another sayılan tək isimlə işlənir. Cup fincanda sayılır təkdə. A cup of deyə bilirəm. Bəli, sayılan tək isimlə işlənir. Artiklı, yəni 1, 4, 5.